bir çox insanlar şikayət edir. Nədən? Deyir ki, qəlbim sıxılır, köksüm daralır, özümə yer tapa bilmirəm deyir. Qəlb rahatlığım yoxdur deyir. Bilmirəm neyniyim. Hətta vallahi o insanlardan bəzilərinin bu dünyadan hər şeyi var. Mal, mülk və s. Amma yenə də qəlbi sıxılır, rahat deyil, narahatdır. Deyir, köksüm daralır deyir. Rahat ola bilmirəm, qəlb rahatlığı yoxdur. Bundan bir çox insanlar şikayət edir vallahi. Yadda saxlayın. Qardaşım, qəlbi yaradan kimdir? Qəlbləri xəlq edən kimdir? Allah subhanahu və teala. Allah Quranda görün nə deyir? Ələ bizikrillahi tətməinnul qulub. Bilin və agah olun ki, qəlblər Allahı zikr etməklə rahatlıq tapır. Allahu akbar. Qəlb, qardaş, zikirlə rahatlaşır. Deməli, sən zikr etmirsən Allahı. Ona görə də qəlbin rahat deyil. Qəlbin sıxılır, sinən daralır. Səbəb budur. İmam İbn Teymiyyə rahimehullah görün nə deyir? Deyir ki, zikrin qəlbə olan təsiri suyun balığa olan təsiri kimidir. Balığı sudan ayıranda nə baş verir? Ölür. Eləcə də qəlb zikr etməsə ölür. Deməli, bu problemi aradan qaldırmaq üçün Allahı zikr etmək lazımdır. Gecə gündüz, səhər axşam. Vallahi zikrlə qəlb rahatlaşır. İkinci bir şeylə rahatlaşa bilmir qardaş. Bunu Allah deyir. Get bütün hər bir şeyi yoxla, sına. Yoxdur. Müalicəsi, əlacı budur. Allahı zikr edəsən. Zikirlə rahatlaşacaq qəlb. Lakin hərdən olur, müsəlmanlar deyir, bəs Rəşad qardaş, mən zikr edirəm axı, amma yenə də qəlbim sıxılır, yenə də özümə rahatlıq tapa bilmirəm. Cavab, zikir düzgün etmirsən. Dili zikr edir, qəlb başqa yerdədir. Qəlbin oyaq olduğu halda Allah'a zikr etməlisən. Bir müsəlman ki, etdiyi zikrin mənasını bilmir, dərk etmir, o zikrin nə faydası qardaş? Örgən nə deməkdir? Subhanallah, elhamdülillah, Allahu akbar, la ilahe illallah və s. Mənanı bilib etmək başqadır, bilməyib etmək başqadır. Qəlbi rahatlaşdıran mənanı bilərək etməkdir.